dediyim kimi, eləcə də 20 yanvar hadisələri o qanlı müthiş gecə ədəbiyyatımızda da öz əksini tapdı. Qara yanvar qətlə qərar, müthiş gecə axdı qanlar, torpağının yarasına şəhid qanı məlhəm olar. Qara yanvar qar yağdaşı, xeyirlə şər qarşı qarşı. Bakı oldu güllə qaran, qan ağladı torpaq daşı. Qara yanvar zülmün direnci, qan dökülen topfenci. Əlyanın bir milletin, hak yolunda məslək cəngi. Bu əslində bütövlükdə bir xalqın azadlıq təşkili olan xalqın öz məsləki uğrunda, öz əqidəsi uğrunda, müstəqilliyi uğrunda getdiyi bir yol idi. Və nə gözəl ki, o yol son nəticə olaraq müstəqilliyimizlə nəticələndi. Qoy Azərbaycanımız müstəqil bir dövlət olaraq daim əbədi olsun, yurdumuz, elimiz əbədən abad olsun. Var olun, sağ olun və təşkil olun.